Əgər pensiyaların artmağını istəyirsinizsə, kanala abunə olun və videonu bəyənməyi unutmayın. Hər ilin yanvar ayında əmək pensiyaları indeksləşdirilərək artırılır və 2026-cı ilin yanvar ayından da bütün növ əmək pensiyalarının artırılması həyata keçiriləcək. Bu o deməkdir ki, hər il olduğu kimi, gələn ildən də pensiyaçıların aldıqları vəsaitlər artırılaraq onların sosial rifahına əlavə dəstək veriləcək. Bu sözləri Bakusa açıqlamasında Milli Məclisin Əmək və Sosial Siyasət Komitəsinin üzvü, millət vəkili Vüqar Bayramov bildirib. Deputatın sözlərinə görə, bu addım həm sosial dövlət prinsiplərinin davamı, həm də vətəndaşların sosial müdafiəsinin gücləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Deputat əlavə edib ki, hazırda əmək pensiyalarının 3 əsas növü mövcuddur. Bunlar yaşa görə əmək pensiyaları, əlilliyə görə əmək pensiyaları, həmçinin valideynlərini itirməyə görə əmək pensiyasıdır. Yəni fərqli kateqoriyalara aid olan vətəndaşlar bu üç istiqamət üzrə əmək pensiyası almaqdadırlar və hər üç istiqamət üzrə də artımlar nəzərdə tutulur. Onun sözlərinə görə, hər üç pensiya növü indeksləşdirmə nəticəsində növbəti ilin yanvar ayından etibarən artacaq və vətəndaşlar əvvəlkindən daha yüksək məbləğdə pensiya alacaqlar. Pensiya artımları 1 milyon 100 mindən artıq vətəndaşımızı əhatə edəcək ki, bu da çox böyük bir rəqəmdir. Bu qədər insanın həyatına təsir edən prosesin həyata keçirilməsi dövlətin sosial siyasətinin birbaşa nəticəsi kimi qiymətləndirilməlidir. Bu, həm də ölkəmizdə sosial sabitliyin və əhalinin rifahının yaxşılaşdırılmasına yönəlmiş addımların davamıdır. Deputat vurğulayıb ki, artım faizi 2025-ci ildə orta aylıq əmək haqqındakı artım faizinə uyğun olaraq həyata keçiriləcək. Yəni ilin sonuna qədər orta aylıq əmək haqqının artımı müəyyən olunacaq və həmin göstəriciyə əsaslanaraq pensiyalar da artırılacaq. Hələlik il başa çatmadığı üçün dəqiq faiz dərəcəsi bəlli deyil. Amma 2025-ci ildə əmək haqqı nə qədər yüksələcəksə, 2026-cı ilin yanvarın 1-dən etibarən pensiyalar da eyni faiz nisbətində indeksləşdirilərək artırılacaq. Millət vəkilinin sözlərinə görə, bu proses qanunvericiliyin birbaşa tələbidir. Əmək pensiyaları haqqında qanunda qeyd olunur ki, əmək pensiyaları mütləq şəkildə indeksləşdirilməli və hər il yanvar ayının əvvəllərində artırılmalıdır. Bir neçə il əvvəl bu proses yalnız 100 minə yaxın vətəndaşı əhatə edirdi. Amma son illərdə aparılan islahatlar nəticəsində bu çərçivə xeyli genişləndirilib. Artıq bütün növ əmək pensiyası alan vətəndaşlarımız bu prosesdən faydalanır. 2026-cı ildə isə bütün pensiyaçılarımızın pensiya məbləğləri indeksləşdirilərək artırılacaq. Bu da sosial təminat sisteminin tamamilə əhatəli və ədalətli şəkildə tətbiq olunduğunu göstərir.